Ermənistan müxalifəti artıq bir aydan çoxdur ki, aksiyaları davam etdirir. Siyasi şərhçilər bildirirlər ki, küçələrdən yığışmayan revanşistlərin isterikasının heç bir əhəmiyyəti yoxdur. Artıq müxalifətin özü də nümayişlərin əvvəlki qədər uğurlu olacağına inanmır. Sülh sazişi ərəfəsində itaətsizlik aksiyalarına start verən Ermənistandakı revanşist qüvvələr hələ də istəklərinə nail olacaqlarını düşünürlər. Cəmiyyətə qəzəb təlqin etməkdən yorulmayan bu qüvvələr hakimiyyəti yeni etiraz dalğası ilə hədələməyə davam edirlər. Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanitsyan hökumətə qarşı mübarizə aparmaqda israrlıdır. Onun sözlərinə görə hazırki hakimiyyət törətdiyi zorakılıq əməllərinə görə gec-tez cavab verəcək. Digər bir küçə siyasətçisi isə illərlə talançılığı əsas amal kimi görən Xocalı cəlladı Robert Köçəryanın oğlu Levon Köçəryandır. Nümayişlər zamanı 2 dəfə saxlanılan Levon da Qarabağ məsələsini bəhanə edərək hakimiyyətə qəzəb püskürür. O saxlanılarkən əhalini meydanlara gəlməyə səsləyərək özündən dırnaqarası mübariz inqilabçı obrazı yaratmağa çalışır. Bir sözlə, Ermənistandakı revanşistlər özlərinin küçə macəralarından ayrılmaq niyyətində deyirlər. Yaranmış vəziyyətdən istifadə edərək özünü Qarabağ klanı adlandıran müxalif qüvvələr hakimiyyətə gəlməyə çalışır. Amma onların küçələrə çıxartdığı kütlə ilə hakimiyyətə gəlmə imkanları olduqca məhdud kimi görünür. Müxalif qüvvələr ən azından özlərinin mövcudluqlarını nümayiş etdirməyə çalışırlar. Baş verənlər həm də Ermənistanın proksi dövlətə çevrildiyinin əyani sübutudur. Belə ki, uzun illər dövlət əmlakını mənimsəyən keçmiş xunta rejimi bu dəfəki hadisələrdə də fəal rol oynayır. Təbii ki, ipləri xarici dairələrin əlində olan Xocalı cəlladların canfəşanlığı Qarabağ məsələsini bəhanə edərək hakimiyyəti zorla ələ keçirmək kimi də qiymətləndirilə bilər. Buna baxmayaraq, etirazlarda iştirakçı sayının azlığı revanşist tayfanın təsir gücünün zəif olmasına xəbər verir. Əgər ötən aydan etibarən və bu ayın əvvəllərində mitingdə iştirak edilənlərin sayı təxminən 7.000-8.000 civarındaydısa, amma son deməli nümayişlərdə həmin rəqəmlər 1000-1500 civarına enməkdədir. Artıq əvvəlki qədər müxalifət və onun tərəfdarları nümayişlərin uğurlu olacağına inanmırlar. Mərkəzi hakimiyyət nümayişlərə qarşı sərt bir müdaxilə tətbiq elədi və yüzlərlə həbs olunanlar oldu. Beləliklə, hakimiyyətə gəlmək üçün məqam axtaran və iqtidara hədə-qorxu gələnlər etirazların yeni dalğasının yaranmasına maraqlıdırlar. Lakin revanşist hisslə yaşayanlar dərk etməlidirlər ki, Azərbaycanın səbir kasası daşarsa, o zaman əlavə dəmir yumruq da işə düşəcək. Bu dəfə daha güclü və daha sərt formada. Rüstəm Mikayılzadə, Xalid Əliyev, Tural Orucov, ASTV Xəbər.